Gəl sənə şeir deyim. Sakit, səssiz qulaq as. Şair olan hər adam bu cürə şeir yazmaz. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Sözün sehrində növbəti qonağımız şair Elvin İlqaroğludur. Təşəkkür edirəm Elvin bəy, dəvətimizi qəbul etdiyiniz üçün. Xoş gördük. Mən də sizi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Həm də ekran qarşısında bizi izləyənləri salamlayıram. Şeirlərinizin birində yazmısınız ki, sözlərim aciz qalır, utanıram özümdən. Gəl sənə şeir deyim, bəlkə şeir özünsən. Bəzən bir şeiri oxuyuruq, sanki o şeirlə səyahət edirik, o şeirlə yaşayırıq. Sanki o bizim yol yoldaşımız, qəlb sirdaşımız olur. Ancaq düşünürəm ki, bu bir oxucu üçün belədirsə, onda gör ki, bu bir yazar üçün, o şeirin müəllifi üçün, şair üçün bəs necədir? Əslində biz şeirə sadəcə sözlərin düzülüşü olaraq baxmalı deyilik. Çünki şeir həm də bir qəlbin, ruhun pıçıltısıdır. Eyni zamanda şeir hər misrada gizlənmiş bir həyat hekayəsidir, bir reallığın əksidir. Çünki şair onu görməsə, şair onu duymasa, hiss etməsə heç cürə yaza bilməz. Təbii ki, bu bir oxucu rəyidir. Bəs sizin üçün şeir nədir? Bir şair üçün şeir nədir? Belə deyim, mənim üçün şeir həyat tərzidir, yaşam tərzidir. Çünki mən şeirlə öz duyğularımı ifadə eləyirəm, öz hisslərimi ifadə eləyirəm. Şeirlərimin hər biri mənim üçün çox doğmadır. Düzdür, ola bilər içində zəiflər də olar, güclülər də olar. Amma mən onları çalışdığım qədər bir-birindən ayırmıram. Biz daha çox öyrəşmişik və bilirik ki, poeziya heç bir sərhəd tanımır. Və həmişə də bu belə olub. Müxtəlif zamanlarda, müxtəlif dövrlərdə biz poeziyanın qarşısına bir sədd çəkə bilmərik. Çünki poeziya eyni zamanda bir insanın ruhundan, qəlbindən gələn bir şeydir. Təbii ki də biz bir insanın qəlbini, ruhunu necə sərhədləyə bilərik. Amma bir də belə bir yanaşma var. Biz öyrəşmişik hansı ki, şairlər yalnız və yalnız yaşadıqlarını yazmalıdır. Məsələn, biz bunu qədim dövrdə də baxanda Azərbaycan ədəbiyyatına, eləcə də biz bunu bir dünya ədəbiyyatı aspektindən baxsaq, görərik ki, şairlər gördüklərini yazıblar, qələmə alıblar. Bayaq da dedim ki, görməsə yaza bilməz. Amma belə də bir şey var. Bəzən də şair görmək istədiyini yazıb. Sanki gələcəyə yazıb. Düzdür, indi bu biraz ayrılacaq, olacaq romantika və ya reallıq olmayacaq, realizm, romantizm. Amma onsuz da bir ədəbiyyatçı kimi bunu demək lazımdır ki, romantizmin kökündə belə bir reallıq var. Yəni romantizm sadəcə bir xülya, sadəcə bir təxəyyül deyil. O zaman belə bir sual yaranır. Şair necə olur ki, gələcəyi də görür, yazır? Belə deyim, sadəcə gördüyünü yazır deyəndə ola bilər ki, hardasa biraz yarımçıq qalır fikir. Çünki şair gördüyündən əlavə gördüyünü duyub hiss eləməyi də bacarmalıdır ki, onu yazmağı da bacarsın. Çünki ola bilər ki, bəzən hər hansısa bir fikirdən də təsirlənib şeir yazmaq mümkündür və yaxud da ki, siz dediyiniz kimi yaşadıqlarından da qaynaqlanaraq yaza bilər, yuxularını da yaza bilər ki, yəni mənim öz başıma gəlib insan yuxularını da yaza bilir. Bu, yəni biraz yanaşmaya görə dəyişir. Yaşadıqlarımdan əgər yazdıqlarımı soruşsaz, məsələn, universitet vaxtında yadıma gəlir mənim belə bir şeir yazmışdım. Gözəl qız görmüşdüm, gözləri çox xoşuma gəlmişdi. Onda yazmışdım ki, yollarımı duman aldı, hisslərimi güman aldı. Məni məndən yaman aldı bir gözəlin baxışları. Həm kamanam, həm də sazam. Gözlərində itib azam. Məni məcbur edir yazam bir gözəlin baxışları. Mən sevmirəm qırğın dava. Çal oynayım şən bir hava. Dərdlərimə oldu dəva bir gözəlin baxışları. Əslində çox gözəl yazmısınız, ruhunuza sağlıq. Sağ ol. Elə burdan da belə bir mövzuya toxunmaq istəyirəm. Özünüz də qeyd elədiniz. Niyə biz həmişə öyrəşmişik ki, şairlər gözəlləri vəsf eləyir? Və təbii ki, bu ədəbiyyatda belə bir tendensiya var. Biz bunu bilirik. Poeziyada, istər ədəbiyyatda, hətta şifahi ədəbiyyatda belə var, olub bu. Amma bir reallıq da var. Çünki biz ancaq şairi, gözəlləri təsvir edən insan kimi qələmə verməməliyik. Həmçinin şair siyasi motivli də şeirlər yazır. Şair tarixi belə öz şeirində əks etdirə bilir.
Biz bunu çox görmüşük. Elə ustadların da şeiriyyatında, külliyyatında görmüşük. Məsələn, elə ən bariz nümunəsi Bəxtiyar Vahabzadənin özüdür. Bəli. Mən Bəxtiyarı çox sevirəm deyə bütün hər verilişlərdə də ondan daha çox sitat gətirirəm. Onun biz poetik ruhlu, gözəllərə yazılan, sevgiyə yazılan, ayrılığa, məhəbbətə yazılan şeirləri də var. Amma bununla yanaşı Bəxtiyarın Gülüstanı da var axı. Bəxtiyarın İstiqlalı da var axı. Bəs burada necə olur? O Bəxtiyar Vahabzadənin ümumiyyətlə Gülüstan poemasında orada bir kiçik bir nöqtə var. Orada deyir ki, bir müddət səngərdə hey ulaşdılar, Gülüstan kəndində sevdalaşdılar. Burada Bəli. yəni Gülüstanda bağlanılan müqavilədən söhbət açır, amma onu poetik dillə çox gözəl ifadə eləyir. Ümumiyyətlə tarix mən elə fikirləşirəm ki, bütün şairlərin toxunması lazım olan nöqtədir. Ən azından Azərbaycan tarixi bizim milli tariximizə mütləq şəkildə toxunulmalıdır. Mənim də bu mövzuda yazdığım bir şeir var. Onu bir dəfə tədbirlərin birində də səsləndirmişdim. Mən odlar diyarı vətəndaşıyam. Səsim od, sözüm od, baxışım oddur. Düşmənin bağrına qanla çəkdiyim tarixə düşəcək naxışım oddur. Mənim mübariz tək igidim olub. Tək biri mininə əvəzdir əvəz. Mənim Cəbrayıl tək şəhidim olub. Saldı şücaəti aləmə bir səs. Nəticədə belə yekunlaşdırmışam ki, tarixi kitabla məhdud etməyin. Tarix özümüzdə yaşamalıdır. Tarixi bir yurdun övladlarıyıq. Tarix sözümüzdə yaşamalıdır. Tarix sözümüzdə yaşamalıdır. Çünki sözə də adi yanaşmaq lazım deyil əslində. Ədəbiyyatın da düşünürəm ki, ən bariz missiyası elə budur. Sözün gücünü, verilişimizin adında olduğu kimi sözün sehrini insanlara göstərmək. Biz şair deyəndə həmişə öyrəşmişik, çünki tarixi mövzuya da toxunduq. Şair deyəndə öyrəşmişik ki, daha çox tarixə boylanaq. Ötən illərə boylanaq, keçmişə boylanaq. Nədənsə hətta şairin gözümüzün qarşısında bir prototipini belə yaradanda biz onu bir o qədər də gənc yarada bilmirik. Bu bir dövrün, cəmiyyətin reallığıdır. Hətta Jack Londonun Martin əsərində belə bir cümlə var. O deyir ki, obraz orada bildirir ki, deyir bu hansı şairlərdəndir? 100 il əvvəl ölüb, kitabda şəkli qalanlardandırmı? Bəlkə də bizim təsəvvürümüzdə ancaq onlar olduğuna görə bugün müasir şairlərin çətinlikləri daha çoxdur. Müasir şair olmaq çətindir. Çünki tarix, dövr baxanda düşünürəm ki, əvvəllər düzdür, müəyyən nüanslar olub, repressiya və sair bunlar bir başqa, amma əvvəlki şairlər bugünkü şairlərdən mənə görə daha çox şanslı olublar. Bununla bağlı bunu deyə bilərəm ki, əvvəlki şairlərin şanslı olma səbəbləri sırf ədəbiyyatın tədris olunmağından bağlı olub. Çünki ən azından lap qədimlərə qayıtsaq mədrəsə təhsillərində filan ədəbiyyata xüsusi yer ayrılıb ki, hansı ki bütün ədəbiyyatın bütün sahələrində tədris olunub və ona görə də əvvəlin keçmişin şairləri daha güclü olub. Həm poetik düşüncə baxımından, həm söz ehtiyatı baxımından olsun, həm də belə deyim, klassik ədəbiyyatın güclü olmasının səbəbi bəlkə də bu fars mədəniyyətindən, biraz da digər ərəb fars mədəniyyətindən qarışıqlığı olub deyə o güclü olmasının səbəbini mən ondan qaynaqlandırıram ki, həm də ki tənqidi yanaşmalar çox olub. Hər adam istədiyi cürə şeir yaza bilməyib, bəli. İstədiyi kimi şeir yaza bilməyib, ələkdən keçirilib ki, şair adını ala bilməsi üçün. Yəni belə deyim, hər 4 misranı yazana şair adı verməyiblər, amma indi biraz məsələ fərqlidir. Çünki həm şeir yazan çoxdur, həm şair adını alan çoxdur. Amma mətnlər mütləq şəkildə analiz olunmalıdır. Düşünürəm ki, buna indiki dövrdə çox böyük ehtiyac var. Buna görə Vahid Əziz deyir ki, şeir yazan başqadır, şair başqadır. Bəli. Doğrudan da belədir. Özünüz də vurğuladınız. Hər 4-5 misranı qoşub düzən şair olmaq demək deyil. Biz bəzən belə şeylərin üzərində boş veririk, işləmirik. Əslində bəlkə də elə buna görə bir çox problemlər də ortaya çıxır. Elə sözün bu məqamında sizdən bir şeir istəyək. Gördüyüm bir yuxu haqqında istərdim yazdığım o şeiri deyim. Boğazımda bir ip var. Bir də ki, dar ağacı. Dar ağacı önündə bitibdir nar ağacı. Açıb çiçəklərini yaşamaq ümidi ilə, o öz susqunluğu ilə çox şey gətirdi dilə. Kiçik tumurcuqların çiçək açmaq həvəsi, mənsə dar ağacında verirəm son nəfəsi, mənzərənin beləsi.
Bir ümidə möhtacam tutum, dayanım, qalım. Qoy mən də yaşamaqdan bir balaca zövq alım. Bu vaxt bir sərçə qondu incənar budağına. Yarpaqlar almış idi sərçəni qucağına. Çox xoşbəxt görünürdü, çox şən idi əhvalı. Mən niyə yaşamayım, düşündüm bu sualı. Qəribə bir sərinlik yayıldı ürəyimə. Birdən bir əl toxundu qəflətən kürəyimə. Ayaqlarım üzüldü, yelləndi darağacı. Parlamağa başladı gözümdən arağacı. Üşüyür əl-ayağım, qanım çəkilir deyə. Bu soyuq bədənimdən ruhum çəkilir göyə. Baxır geridə qalan quru, cansız bədənə. Allah rəhmət edərmi bu dünyadan gedənə? Bir səs duyur qulağım, azan səsidir azan. Görəsən tapılarmı bu yuxumu düz yazan? Gördüyüm bu yuxudan nə dərs alım ilahi? Gedim gözə doyunca nəfəs alım ilahi. Belə bir şeir. Ruhunuza sağlıq. Sağ ol. Doğrudan reallıq əks etdirir bu şeir. Reallıq deyəndə daha yəni yuxudan Bəli. qaynaqlanan bir şeydir. Həqiqətən yaşamaq çox dəyərli bir şeydir. Bəli. Olur, hər bir insanın qırılma nöqtəsi olur təbii ki, amma hər nə qədər də dibə insək də yaşamağın yerini sən vermir, yaşamaq mütləq gözəldir. Orada onu vurğulamağa çalışmışam ki, yəni insan ən son saniyəsinə qədər belə yaşayacağına ümid eləməlidir. Bəli. Belə bir fikir də vardı. Mən oxumuşdum ki, mövcud olmaqdan daha çox yaşamaq lazımdır. Bəli. Mapassanın belə bir fikri var. O deyir ki, deməli, gecə gündüzdən daha çox şairanədir. Və bir çox şairlərin də biz yaradıcılığına baxanda, onların özləri ilə həm söhbət olanda və ya müsahibələrdə şairlər deyir ki, mənim əksər şeirlərim gecələr yazılıb. Nədənsə bilmirəm, şairlər üçün gecələr onlara daha çox dostmu gəlir, bir könül həmdəmi mi gəlir? Bəs sizdə necədir? O fikirlə mən də razıyam. Daha çox belə deyim ilham pərlərinin oyaq olduğu vaxtlar gecələr olur. Bunun da yəni mən belə düşünürəm ki, səbəbi ondan irəli gəlir ki, həm gecələr daha sakit olur və şairin özü ilə tək qala bildiyi bir an ancaq yəni gecələr olur və ən yaxşı şeirlər də məncə elə gecələr yazılır. Sizin yaradıcılığınızda ən çox bəyəndiyim şeirlərinizdən biri Sənə demişdim axı şeirinizdir. Sənə demişdim axı, bu gedişin alovu yaxacaq ikimizi. İki dünya bir olsa, yenə də bir araya gətirə bilməz bizi. Sənə demişdim axı, gedən öz arxasında çox şeyi qoyacaqdı. Gözümə baxa-baxa, yandırıb yaxa-yaxa eşqimə qıyacaqdı. Sənə demişdim axı, Güzgüyə hər baxanda daha da kiçilərsən. Bu vaxtsız gedişinlə bivəfalar içindən çox asan seçilərsən. Həyatın cilvəsidir. Bir zaman ucalanlar enəcək qürurundan. Əsl insan olanlar fəxrlə danışacaq balaca uğurundan. Sənə demişdim axı, özünü görməyincə özgəyə söz söyləmə. Daha gecdir əzizim, quru baxışlarınla gözlərini zilləmə. Sənə demişdim axı. sizin yaradıcılığınıza nəzər salanda bir çox şairlərlə sizin yazdığınız şeirlərin bəzilərini müqayisə etməyə çalışdım. Hətta inteqrasiya belə etdiklərim oldu. Məsələn, elə dünya mövzusunda çox gözəl şeiriniz var. Əsasən biz dünya mövzusuna toxunanda ilk gözümüzün qarşısına bir mənalı Ramiz Rövşən gəlir. Mənim balam, bu dünya ilə oynama, sən cavansan, dünya qoca dünyadır. Düşmən nədir? Dost evini dost yıxar, bilən bilir, dünya necə dünyadır. Buna, yəni bu mövzuya toxunan bir də Elvin İlqaroğlu'nun bir şeiri var. Dərdliyə verməz əlacı. Ovulub çoxdan umacı. Dünyadakı ağrı acı harda olsaq tapır bizi. Düşmək üçün ən dərinə, bel bağlama kəndirinə, bu dünya öz təndirinə kündəliyib yapır bizi. Hamı deyil məğrur, igid, göz nələrə oldu şahid. Harda varsa quduz bir it, hökmən gəlib qapır bizi. Çox gözəl mövzudur. Bir şairə bu şeiri yazdıran dünya, o şairə nələr yaşadıb ki, belə şeirlər yazıb? Və ya bir şair nə demək istəyirdi bundan?
Belə deyim də, mən ümumiyyətlə şeirlərimdə dünya mövzusuna, sosial mövzulara toxunmağı çox xoşlayıram. Çünki müasir dövrümüzdə insanların insani dəyərlərdən çox uzaq düşdüyünü fikirləşirəm və mütləq şəkildə bu dəyərləri geri qaytarmalıyıq. İnsanlar bir-birlərindən çox uzaq düşüblər. Həm öz içlərində uzaq düşüblər, həm də ümumiyyətlə cəmiyyət olaraq uzaq düşüblər. Siz bu şeiri dediniz, mənim bir şeirim də var. O şeiri birbaşa Ramiz Rövşənin şeirindən çox oxşadılar, kino şeirindən, bəlkə də eşitmisiniz. Aha. O şeirlə çox uyğunlaşdırırlar. Orada yazmışam ki, hardasa uzaqdan bir adam baxır. Kimdir o uzaqda dayanan adam? Gör necə özümə oxşayır mənim, bəlkə də özümdən uzaqlaşıram. Yox, o mən deyiləm, özgədir, yaddır. Amma yox, bu qədər olmaz ki, oxşar. Bu duruş, bu baxış elə bil mənəm, adam da adama belə oxşayar. Görən nə düşünür orada dayanıb, nələri ötürüb öz dünyasından. O da mı boylanır mən baxan kimi sınıq ümidlərin astanasından? Mən ona getdikcə o uzaqlaşır. Bir dayan, nə olar, danışaq biraz. Səndə mi acılar çəkdim mənim tək, onda acılarla yarışaq biraz. Özümü görürəm baxışlarında, ilahi, deyəsən dəli oluram. İçimdən həsrətli sarılmaq keçir, getdikcə mən ondan uzaqlaşıram. Bu, yəni bir insanın özünlə söhbətinə aiddir. Hansı ki, özündən Daxili dünyası. uzaqlaşan bir insanın özündən söhbətinə aiddir. Dediyim kimi, yəni bu insani dəyərlərə çox üstünlük verirəm və bacardığım qədər də yazdığım şeirlərdə onlara toxunmağa çalışıram. Əslində bu şeiriniz həqiqətən də Ramiz Rövşənin şeiriyyatı ilə çox oxşuyur. Elə mövzumuz da əslində biraz belədir. Deməli, hər şairin yaradıcılığında onun çox sevərək yazdığı mövzular olur. Bəziləri üçün sevgi şeirləri, məsələn elə çağdaş Azərbaycan ədəbiyyatında Musa Yaqub. Onun sevgi şeirləri bir başqadır və onun özü belə bu şeirləri sevərək yazırdı. Amma bir başqa pəncərədən də baxanda görürük ki, bəzən də həyatın məcbur etdiyi mövzular var şairə, insana ki, biz o mövzulardan yazmalıyıq. Bəzən bir ayrılıq, bəzən bir həsrət. Bəs sizin yaradıcılığınızda sevdiyiniz mövzu hansıdır? Mənim yaradıcılığımdan çox sevdiyim mövzu, dediyim kimi bir dünyəvi mövzulardır və təbii ki, sevgi ilə bağlı şeirlərdə daha çox toxunmağa çalışıram. Onun içində düzdür ayrılıq mövzuları da var, qovuşmaq mövzuları da var. Siz girişdə dediyiniz şeir məsələn sevginin gözəlliyindən ifadə edir, amma onun içində təbii ki, ayrılıq şeirləri də olur. Bu iki mövzuya daha çox toxunuram. Eyni zamanda deməli bütün şairlərdə də əslində bayaq da dolayısıyla toxunmuşduq bu mövzuya. Real həyat zəminindən yazdığı şeirlər olur. Yəni bütün şeirlər təkcə hisslərin, təxəyyülün məhsulu olmur da, orada bir reallıq da olur. Elə bu gün deyəsən Ramiz Rövşəndən çox danışdıq, amma düşünürəm ki, ondan nə qədər çox danışsaq da yenə azdır. Ramiz Rövşənin özünün də bir şeiri var idi ki, göy üzü daş saxlamaz. Əslində bu şeir başdan ayağa bir fəlsəfədir. Göy üzünə daş atan oğlan, göy üzü daş saxlamaz. Amma bu şeirin bir yaranma tarixçəsinə baxanda çox adidir. Ramiz Rövşən xaricdə oxuyurmuş, səhv etmirəmsə elə Moskvada təhsil alırmış gənclik çağlarında. Şair özü danışır ki, deyir mən Azərbaycana bacımgilə gəlmişdim və onun bacısının övladı çox kiçik yaşındaymış. Yerdən daşı götürüb göyə atırmış. Uşaq yəni. Təbii ki, bu da şair adam bunu görüb ilhamlanıb. Bəs sizin yaradıcılığınızda belə bir mövzu var, hansı ki onu görmüsünüz və ondan yazmısınız? Mənim öz müşahidələrimdən yazdığım şeir var ki, məsələn mən xoşlayıram insanları müşahidə eləyib, oradan özüm üçün bir qənaət toplamağı. Şəhərdə çox vaxt gəzərkən insanları analiz eləyirəm. Ola bilər ki, kimsə hardasa tək oturub onu analiz eləməyə çalışıram və yaxud da ümumi kütlə içində insanların üz simalarını özüm üçün müşahidə eləyirəm və bu müşahidələrdən qaynaqlanan bir şeir yazmışam. Şeirin adı Boz Şəhər şeiridir. Orada yazmışam ki, bu şəhər necə də tozlu şəhərdir. Buradakı hər kəsin üzəri tozdur. Nədən ağ adamlar görünmür gözə? Nədən adamların hamısı bozdur? Fəsillər dəyişib xarakterini. Yağır bu şəhərə qara qar yağır. Bu şəhər gülməyi unudub sanki.
hamının üzündən zəhərmar yağır. Üzümdə gülüşlə gəldiyim şəhər, aldı gözlərimdən gülüşü aldı. Hələ ki ömrünün cavan çağında bir adam yenə də vaxtsız qocaldı. Burdakı simalar necə soluqdu. Sevgi qıtlığını yaşayan şəhər, sevgilər şəhəri olmaq yerinə boz şəhər adını daşıyan şəhər. Çox gözəl. Belə bir şeir. Orada xüsusilə o qara qar yağır, bu bir güclü bir epitetdir ədəbiyyatda. Çünki onu düşünmək, onu o cürə çatdırmağın özü də əslində bir şair olmaq. Bir də yaradıcılığınıza baxanda görürük ki, sizin valideynə də həsr etdiyiniz şeirləriniz var. Elə məsələn ata şeirinizi oxumuşdum. Mən çox bəyənmişdim o şeirinizi. Əvvəlcə istəyirəm o şeiri öz dilinizdən eşidək, sonra da biraz o şeir haqqında danışaq. Səni necə vəsf eləyim görəsən? Sən tarixin ən fədakar adamı. Bütün dünya yerlə yeksan olsa da, mən yıxılmaz dağ bilirəm atamı. Tək varlığı nəyə desən dəyər, bil. Kölgəsində bərəkət var atamın. Söylədiyi hər söhbəti sözündə dərin məna, bir hikmət var atamın. Sən yanımda olan zaman özümü bütün bilir, tam sayıram həyata. Bir anlığa yoxluğunu düşünüb için sızlayıram həyata. Və bir ata olaraq oğul üçün də yazdığım bir şeir var. Fitnə dolananda başında sənin, tərpənər qayan da, daşın da sənin. Heyifdir bu cavan yaşında sənin, düşəsən yolların pisinə oğul. Gözəl göstərərlər sənə çirkini, tülkü də geyinər dovşan körkünü, sənə şirin edər malı mülkünü, aldanma zinətin sütünə oğul. Yalan söyləyərlər, haqqı danarlar, özlərin dünyanı görmüş sanarlar, sənin ocağınla alovlanarlar. Qoyma ocağında isinə oğul. Elvinəm, istərəm xoş arzu dilək, sizləri sevincli firavan görək. Heç zaman pis olub heyfslənərək, işlərin düşməsin tərsinə oğul. Kitabınızın da adından bilinir, Sən qəribə adamsan. Mən bilirəm ki, bu sizin bir şeirinizin adındandır. Sən qəribə adamsan, səndən baş açmaq olmur. Gah vecsiz görünürsən, gah da ki diqqətindən kənara qaçmaq olmur. Niyə məhz sən qəribə adamsan? Bu şeirin yaranma səbəbi sevgi ilə bağlıdır. Şeirin süjet xəttində də, yəni sevgidən bəhs olunur, amma ümumilikdə mən düşünürəm ki, hamı qəribə adamdır. Hər birimiz qəribə adamıq, özümüzə görə qəribəliklərimiz var. Dolayısıyla da kitabın bu adda olması elə hamıya sirayət eləmiş olur. İnanıram ki, daha doğrusu düşünürəm ki, bu kitabı oxuyan hər kəs orada özündən nəsə tapacaq. Əslində elə poeziyanın böyüklüyü də ondadır ki, o şeiri oxuyuruq, sanki elə bilirik ki, şair bizi tanıyıb yazıb. Əslində təbii ki, bu mümkün deyil, amma bu düşünürəm ki, hər kəsin həyatında olur. Oxuyuruq, eləcə də sizin bu şeirinizi. Hər kəs qəribədir. Onu çox düzgün vurğuladınız. Mən oxuyanda deyirəm ki, sanki mənə yazıb, mənim xüsusiliyimi, mənim qəribəliklərimi yazıb. Özümüzünküləşdiririk. Məncə ən gözəl də poeziya ilə budur. Onu bəzən narsist insanlara da əlaqələndirirlər də deyir, gah vecsiz görünürsən, gah da ki diqqətindən kənara qaçmaq olmur filan. Yəni qərarsız qalan, ortada qalan bir insan üçün onu deyirlər narsistdir. Belə də uyğunlaşdıran var, yəni bir fərqli yanaşma ilə. Elvin bəy, çox xoş oldu. Düşünürəm ki, çox gözəl söhbətimiz oldu. Elə verilişimizin sonunda da Sən qəribə adamsan şeirinizi bir öz dilinizdən eşidək. Sonda mən də sizə çox təşəkkürümü bildirirəm, həm dəvət üçün, həm də bu gözəl söhbət üçün. İnşallah onda elə kitabımızın adından da verilişi sonlandıraq. Sən qəribə adamsan. Səndən baş açmaq olmur. Gah vecsiz görünürsən, gah da ki diqqətindən kənara qaçmaq olmur. Anlamaq çox çətindir. Nə sevən tək sevirsən, nə gedən tək gedirsən. Nədir fikrin, amalın, nədən belə edirsən? Bir gülüşlə qəlbimə ümid gül əkirsən, gah da acı sözünlə köksümə dağ çəkirsən. Qorxuram. Qorxuram bu sevgidə təkcə yanan mən olam. Gəl öyrətmə özünə. Qorxuram bu gedişlə mən də dönüb sən olam. Bax beləcə dəyərli izləyicilər, sözün sehrinin növbəti bir buraxılışının da sonuna gəldik. Gələn dəfə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.